olar. Allahın olsun, Allahın olsun, Allahın olsun. Mən dedəm xəzər. Əziz dostlar, günlərdir bir vətəndaş fəryad eləyir. Gəldi bizim efirimizdə danışdı. Məmmədzadə Zamiq Maarifoğlu. Adam gəldi efirə çıxdı, danışdı, səs göndərdi. Dedi qardaş, Qızıl Açar şirkətinin sahibi Zahir bəy mənim canımı boğazıma yığıb. Görək Zahir bəy nə istəyir Məmmədzadə Zamiqdən, onu da çatdıracağım sizin diqqətinizə. Sən gəl, çıxaq, efirdə danışaq. Əgər mən səhv olsa, gəl təslim olacaq hüquq mühafizə orqanlarına. Zamiq bütün yayımlarında sizi debata dəvət eləyir. Sizlə polemika aparmaq istəyir. Sizlə müzakirə eləmək istəyir. Hər dəfə deyir ki, mən Nurəliyev Zahir haqqında bir kəlmə belə böhtan deyirəmsə, yalan deyirəmsə, mən həbs olunmağa hazıram. Duxum çatmır. Bir oğul kimi mən duxum çatmırmalıma mən bu günləri müalicə etdirim. Mən əməliyyat etməm. Mənim atıma nəsə olsa, mən sabah gələcək uşaqlarıma mən nə deyə bilərəm ki? Deyə bilərəm ki, mənim duxum çatmadı ki, mən atam müalicə etdirmədiyim. Nurəliyev Zahir Tapdıqoğlu adam bildirir ki, mənim atam gözümün qabağında əriyir. Məmmədzadə Zamiq deyir ki, atam gözümün qabağında əriyir, məhv olur və oradan da müraciət eləyir. Tapdıq kişiyə, Zahirin atasına. Deyir, səsimə səs ver, oğlum mənim pulumu vermir. Mənim bir dənə Elnur müəlliməsindən artıq xahiş edirəm. Bunu işıqlamış, mənim başqa variantım yoxdur. Mən özümə qəsd eləməzdim. Məmmədzadə Zamiq Mahiroğlu deyir ki, intihar eləyəcəm, özümə qəsd eləyəcəm. Mən buradan müraciət edirəm. Qəti elə şeylər eləmək lazım deyil. Birinci günahdır, ikinci sən niyə canıma qəsd eləməlisən? İnşallah bu məsələ adəti qurumların diqqətində qalar. Verin Nurəliyev Zahir Tapdıqoğlu. Verin adamın haqqını. Adam özünü öldürür. Adam özünü öldürür. Görək nə deyir? Birlikdə qulaq asaq. Yəni mən sizdən axırıncama xahiş edirəm. Zəhmət olmasa, artıq da xahiş edirəm. Bunu bir dənə işıqlandırasınız. Mən yəni bunlarla bazara bilmirəm. Mən özümə qəsd etmək istəyirəm. Mənim Nurəliyev Zahir Tapdıqoğlundan, Qızıl Açar şirkətindən mən video çəkirəm. Deyirəm ki, mənim gətim haqqımı verin. Bütün hamı da bilir. Mənim haqqımı niyə vermirlər? Yəni başa sala bilmirəm. İmkanları olurlar. Atasına, ağsaqqalı uzat oğuzdur. Mənim atam xəstədir. Mənim sabah atama bir şey olsa sabah mənim duxum çatmır. Bir oğul kimi mən duxum çatmır mən bu günləri müalicə etdirim. Mən əməliyyat etməm. Mənim atama nəsə olsa, mən sabah gələcək uşaqlarıma mən nə deyə bilərəm ki? Deyə bilərəm ki, mənim duxum çatmadı ki, mən atam müalicə etdirmədiyim. Başa düşürsünüz məni? Yəni mən o elətdə bilmirəm. Sabah mən nə deyə bilərəm? Cəmaət 5 nəfərində mən nə söhbət edə bilərəm ki? Amma cəmaətə başlamayacağam ki, Zahir kimi bir adam da nə bilim, Zahir kimi bir adamı şər, böhtan, yalancı, Allahsız, belə bir adamı mənim başıma oynasınlar. Atası tapdıq ki. Görmürsən, ayda bir dənə ev satırsan. Pulun yox. Niyə vermirsiniz də qardaşlar? Günah nədir? Borcum var. Kimə halsızda borcum var? Əgər mənim səhvim olsaydı, bütün Azərbaycandan mən qəbul edirəm. İndi mən çoxdan nəsə başıma oynasın. Sən Zahir. Niyə eləmirsən? Səbəb nədir? De. Səbəb nədir? Borcum varsa, niyə vermirsiniz pulu? Gəl bura mesaj yazıb. Allah bəlasını versin. Kim haqqı qoruna haqq danışırsa, yalan deyirsə, Allah onun bəlasını versin. Verəcək də inşallah. Oraya yazıb ki, mən xaricdən də ki, xaricdən yox, mən bırdıyam, Azərbaycanlıyam. Gəl xaricdən, gəl, çıxaq, efirdə danışaq. Əgər mən səhv olsa, gəl təslim olacaq, hüquq mühafizə orqanlarına təslim olacaq ki, qardaş, mən bir səhv edərəm. Nurəliyev Zahir, Qızıl Açar şirkətinin müdiri, Zahirə mən şərh böhtan atmışam. Əgər səhvəmsə, bırdıyam. Niyə görüşmürsən mənlə? Niyə? Niyə çıxmırsan? Yalanla oturmuşam monitorun arxasında başda cici şeylər yazmaq ki, mən xaricdən də bilirəm. Xarici yox, əgər belə zəhmət var, bütün Azərbaycan bilir. Sən şəratma olar. Allahın olsun, Allahın olsun, Allahın olsun. Mən dedəm xəzər. Mən bir dənə Elnur müəlliməsindən artıq xahiş edirəm. Bunu işıqlamış, mənim başqa variantım yoxdur. Mən özümə qəsd eləməzdim. Özümü öldürdüm. Niyə görəsiniz? Sabah mən dədəmə bir şey olsa, mən onun altından sanmayacağam. Sabah mən kiminsə yanında bir kəlmə ağzıma danışa bilməyəcəm. Bu günah da olsa, cinayət də olsa, yəni bunu eləyirəm mən. Mən pulumu çatdırmırlar qardaş. Mən də özümə gətirəm. Mən sabah kimsə yanına mən zal verə bilməyəcəm. Mən dədəmin, anamın, evdəyəm. Mən kimsə üzrə mən baxa bilməyəcəm. Gözünsə mən baxa bilməyəcəm. Başa salam verəcəm ki, Zahir mənim başıma belə oynaşdı. Milyon olurlar, pullar olur, 10 dənə evlər olur, maşınlar olur mənim başıma. Fikirlər mənim başıma oynaşdı. Baxdıq Zamiqin göndərdiyi videoya. Bir məsələ var. Hörmətli Nurəliyev Zahir Tapdıqoğlu. Elə ağsaqqal Tapdıq kişiyə də mən də burada müraciət edirəm. Verin, cəmaatın haqqını verin. Adam atası xəstədir. Bir məsələ var, deyir ki, alma məzlumun ahını, çıxar ahəstə-ahəstə. Niyə məzlumu bu qədər incidək? Niyə adam özünü öldürür? Öldürür özünü. Hörmətli adəti qurumlar məsələni diqqətdə saxlayar, mənə elə gəlir.